Selamun aleyküm. Deməli biz yenə dayıq. Bu tikdiyimiz 12 binalardır. Binalar yekunlaşıb. Şimdi hal-hazırda göstereceğimiz size 35 mini 04'də yarım stansiyadır. Şimdi hal-hazırda yarım stansiya işləri gedir. O işlerle sizi tanış edeceğim. Yarım stansiyada avadanlıqlarımız gəlib quracaq. Bu bizim deməli yüksək gərginlik tərəfi. Yüksək gərginlik tərəfdə yaçelkalar hamısı 30 durluq. Bax. Deməli gələn xəttdir. Transformatora gedən yuvadır. Bu Rilə mühafizəsini təmin etmək üçün olan transformatorlar, gələn transformatorların talanyası hissəsidir. Bu ortada bu iki dənəsi seksiyonludur. Təkrar digər transformator hissə. Bu sokunun şinlər bütün yüksək gərginlik tərəfinin yuvaları 30 durluq. Yəni inşallah bax buradan, bax bu deşikdən bizdə XLP kabellər transformatora kabel vasitəsindən birləşdiriləcək, muhta qoyulub birləşdiriləcək. Onu da çəkərik. Digər hissədə göstərirəm. Ha, 1600 kvalıq 35'in 04'da transformatorumuzdur. Transformatorun pasportundan tanış edeyim. 1600 kvadrat Belarusiyanın şeyidir, transformatordur. 35 minin 400 volta. Deməli maksimal amperaj 2309 volt, 2310 volt bunun çıxış cəryanıdır. Yəni transformator 30 durluq rels üzərində hamısı yuvasında hazır. Soku tərəfdən bax bu yuvadan, bayaq göstərdiyimiz yuvadan XLP kabel gəlib qalxacaq belə. Bu şəkildə birləşdiriləcək. Digər hissədən də 380 model lapalar da bağlanıb. İşinlə disk tərəfə göndəriləcək. Eyni transformator 2 dənədir. Digər tərəfdə də transformator da var. Onu göstərim. Diş tərəfdə həmin burada kardeşler işləyir. Fuat'dır. Kardeş adın yadımdan çıxdı. Namik kardeşimizdir. Bu da Ruslan'dır. Bunlar transformatorların şeylərini ulaşdırır. Digər hissədə Niski'də bizim Niski'də qardaş ulaşdırılıb 380 tərəfidir. Sağ sol yuxarıdan şinlər gəlib birləşdiriləcək. Bu Teymur qardaşımızı göstərək. Teymur qardaşımız da bizim müddətli yarım stansiyanın yığılma işlərində məşğul olan adamdır. Budur. Bunlar 12'lik şinlərdir. 10'luq şinlərlə, 2 qat alüminium şinlərlə əyib montaj edir. Yəni hal-hazırda bax bu şəkildə 380 tərəf yığılır. Burada nə var? Burada binaların sayına uyğun deyək ki, avtomat yuvaları hazırlanıb. Deyək ki, birinci transformatordan gələn bu motorlu şalter vasitəsilə dövrəyə birləşdiriləcək. Digər transformatordan gələn digər transformatorlu şalter vasitəsilə hər hansı bir transformator dövrədən çıxdıqda ortada seksiyonlu avtomatımızdır. Bu şəkildə də paylanır. İki tərəfdən də hər transformatora da kompensator qoyulub. Səhv eləmirəmsə 250 kvarlıqda kompensator. Sağ sol ikisi də
quraşdırılıb. Bu şəkildə. Dəzgah vasitəsilə də qardaş, Teymur qardaşımız, Namik qardaşımız şinləri əyib otuzdurub montajlarını edirlər. Bu şəkildə 35 minliyin 04-də yarımstansiyanın yığma işi gedir. Növbəti videolarımızda görüşərik. Bu qədər qardaş. Allah köməyiniz olsun.